Salam, hər vaxtınız xeyir olsun. 9.2 Codera'da verilir bazası. Yəni bunun izahına baxaq. Verilmiş sorğu ilə bağlı hansı fikirlər doğrudur? Aha, belə bir sorğumuz var. Burada gəlin görək bizdən nə istəyir. Baxın, deyir ki, ID hissəmi göstər. Ad hissəmdə, deməli, bax, burada bunu göstərməyimizə icazə vermir. Soyadı göstər və burada nə yazıbdı? Yaş. Yaş və maaşı göstərəcəkdir. Amma yaş 20-dən böyük olanları istəyəcək məndən. Son nəticəsində yaranan virtual cədvəldə ad sütunu görsənməyəcək. Bəli, ad sütunu görsənməyəcək. Ümumiyyətlə, bu kriteriya hissəsi hər iki şərtin ödənməsini istəyir. Or isə və ya deməkdir. Bu sanki və, bu və ya deməkdir. Sonra burada ascending var. Ascending artma ardıcıllığı ilə düzəcəkdir soyadı. Yəni artma kiçikdən böyüyə. Kiçiyimiz bilirik ki A-dır, B-dir, C-dir. Bax, ən sonda Z olacaqdır. Bax, bu cür düzəcək. Çünki artma ardıcıllığı deyil. Descending desəydi Z-dən A-ya doğru düzərdi. Bunları birinci bilmək lazımdır. Ad sütunu görsənməyəcək. Bəli, bir də ad sütunu görsənməyəcəkdir. Doğrunu istəyir bizdən. Sorğunun nəticəsində yaranan virtual cədvəldə 20 yaşdan yuxarı olan bütün verilənlər əks olunacaq. 20 yaşdan yuxarı bütün verilənlər əks olunmayacaqdır. Bilirsiniz niyə? Çünki burada mənə nə olsun ad görsənməyəcək. Amma mənə şərt qoyubdur ki, A ilə başlayan adlar olmalıdır. Ona görə bunu götürə bilmərəm. Sorğunun nəticəsində yaranan virtual cədvəldə 20 yaşdan yuxarı və adı A hərfi ilə başlayan bütün verilənlər əks olunacaq. Bəli. Baxın, bunu görsət demir, düzdür. Bu mənim cədvəlimdə görsənməyəcək. Amma mənə şərt qoyur ki, A ilə başlamalıdır ad. Görsənməsə belə A ilə başlayan sorğuda, yəni bu şərti veribdir. Ona görə bu hər ikisini də göstərməlidir. Bu və ya deyil ki, burada deyil ki, həm bunu göstərsin. Yəni əsas odur ki, bu vədir. Vədirsə də hər ikisi şərt ödənməlidir. Sorğunun nəticəsində yaranan virtual cədvəl soyad sahəsinə görə artma istiqamətində, bəli, sıralanacaq, artma ascendingdir. Yaranan virtual cədvəl soyad sahəsinə görə azalma, burada soyadda azalma deyil. Yaranan virtual cədvəl 20 yaşdan yuxarı və ya A hərfi ilə başlayan, yenə deyirəm, və ya olması üçün bu like A, bax burada olan hissədə olmalıydı. Amma mən like A, yəni A-ya bərabər olsun deyir, başlığı A-ya bərabər olsun. Bu B bəndinə uyğun gəlir də. 1, 3, 4 B bəndim. Pəncərəsində əsasən sorğunu müəyyən edək. Deməli, yenə ID-ni göstərəcək, adı göstərəcək, soyadı göstərəcək. Amma bizdə sadəcə sorğu bu hissəni istəyir. Yaş nə olmalıdır? Yaş 20-dən böyük. Yaş 20-dən böyük. Yaş böyükdür 20-dən və ya or maaş 300-dən böyük. Deməli, ya yaşım 20-dən böyük olmalıdır və ya maaş 300-dən böyük olmalıdır. Onda 2-yə A bəndi uyğun gəlir. Sorğunu müəyyən edək. Bax, burada görürsünüzmü? Və hissəsindədir. Hər ikisi də ödənməlidir. Ona görə or yox, və olacaq burada. Ənd olacaqdır. Orlar, baxın, silindi. Bir dənə orumuz var. Yaş 20-dən böyük, maaş 300-dən böyük. Yaş 20-dən böyük mən götürə bilmərəm. Böyük və maaş 300-dən böyük. Burada bərabər işarələri var, olmaz. Yaşı 25-dən böyük, deməli olacaq. Yaş böyükdür 25. Böyük olmayan, böyük olmayan deyirsə, biz nə götürə bilərik? Kiçik bərabər. Yaş kiçikdir, bərabərdir 25-dən. Böyük olmayan istəyir. Və ya or, maaş 550 azimdən az olan. Deməli, maaş 550-dən az. Kiçikdir 550. Kiçikdir bərabərdir. Burada ənd var, amma bizdə və ya deyir. Baxın, bu uyğun gəlir, amma burada nə olmalıydı? Or olmalıydı. Və yaxud da bu ola bilərdi. Burada kiçikdir bərabərdir işarəsi olsaydı. Burada doğru yoxdur.
Burada doğru cavabı C götürüb, amma işarəm doğru deyil axı. Böyük bərabər yazıb. Amma mənə deyir böyük olmayan. Çeşidləmə nəticəsində Kia 3-cü sırada qərarlaşmışdır. Çeşidləmənin tipini müəyyən edin. Gəlin görək necə çeşidlənibdir ki, Kia 3-cüyə düşübdür. Burada görürsünüz 2-ci yerdədir. Məsələn, il sahəsinə görə azalma deyir. Baxaq, il sahəsinə görə azalma desentlik versə, azalma deyirsə böyükdən kiçiyə düzəcək. Birinci böyük hansıdır? Honda 1, sonra böyük hansıdır? Hyundai 3, sonra böyük hansıdır? Kia'dır. Kia. Deməli, məndə 3-cü sırada düşən nə oldu? Elə il, bu elə A bəndi uyğun gəldi. Görürsünüzmü? Birinci bu oldu, ikinci Hyundai, üçüncü Kia oldu. Azalma sırası ilə düzülən zaman. Şirkət adlı digər xaricdə olan ölkəli vətəndaş çalışırlar. Vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyi baxımından onlara məlumat vermişdir ki, şəxsi hesablamalarına uzunluğu minimum 15 simvol olub. Deməli, uzunluq 15 simvol olmalıdır, ən azı. Deməli, böyük də ola bilər. 15 və müsbət sonsuzluq deyək, böyük ola bilər. Sonra tərkibində hərf olmalıdır, hərf, rəqəm mütləq olmalıdır və durğu işarəsi, durğu. Deməli, bunlar mütləq olmalıdır. Ola bilər simvol 15, 16 var, amma məsələn hərf 0-dır, yəni olmaz. Mütləq hamısı olmalıdır. Qaydalara əməl edən ölkənin vətəndaşını soruşur. Baxaq, birinci simvol sayı 15 olmalıdır və 15-dən yuxarı. Deməli, bu ola bilməz, bu ola bilər. Hələ ki, birinci bax, buranı götürək, sonra çeşidləyək. Bunlar getdi. Deməli, 1, 2, 3, 4, 5 ola bilər. Keçdik. Baxın, burada 8, 5, 7. Deməli, bu ola bilər. Çünki niyə? Həm rəqəm var, həm hərf var, həm simvol var, durğu işarəsi var. Deməli, hamısı ödəyir. Amma 20-dir, ola bilər. Daha sonra keçdik buna. Bax, burada görürsünüz, simvol sayı 0-dır, ola bilməz. Burada, bu da ola bilər. Keçdik bura, bu da ola bilər. Bu artıq demişdik, onsuz da ola bilər. Burada isə hərf yoxdur. Hərf olmayanı da götürə bilmərəm. Demək, 2 dənə 16 və 15 ödəyir. İndi bizdən nəyi soruşurdu? Neçə ölkənin vətəndaşı var? Gəlin görək, başqa-başqa ölkələrdirmi? Baxın, ola bilər ki, deməli, bir də bu ödəyibdir. 20 ödəyib, 16 ödəyib, 15 ödəyib. Gəlin, baxaq görək, başqa-başqa ölkələrdirmi bunlar? Eyni ölkədirsə, biz onu götürə bilmərik, birini götürə bilərik. Deməli, bu kimdir? Alunet. Alunet hansı ölkədir? Yoxsa Ahmetdir? Ahmet. Hə, mən bunu yaxşı oxuyamadım. Ahmet türkdür. Hələ ki, bir dənə Türkiyəni götürə bilirəm. Sonra kimdir bu 16? Adriana, ABŞ. Hələ ki, bu da fərqli ölkədir. Ona görə bunu da götürürəm. 15-də Pankratov, Rusiyadır. Rusiya. Pankratov. Düz dedik. Bəli, deməli Rusiya. Baxın, fərqli-fərqli ölkə olduğu üçün mən burada 3 ölkə deyə bilərəm. Amma məsələn, əgər 2 dənə ABŞ olsaydı, mən bunu bir dənə götürərdim. Baxaq görək. Aha. Yəni, əgər ikisi türk olsaydı, mən 2 dənə vətəndaş deyərdim. Yəni, 3-ünü də götürməzdim. Nə olsun burada şərtdə 3-ü ödənibdir? Əsas bizdən neçə ölkə soruşur? Yəni, fərqli ölkələr olmalıdır. Dinlədik. 5 şirkət mövcuddur. Verilən bazasının cədvəl fraqmentində əsasən ay ərzində ən çox hansı firma flash-kart 4 GB gətirdiyini müəyyən edin. Görək, hansı ölkə daha çox bundan gətirib? Birinci bunu tapmalıyıq flash-kartımızı. Bax, bir burada var, bir burada var, bir burada var. Gəlin, baxaq görək, hansı ölkə daha çox gətirib? Bax, bu miqdarı budur. Qiymət bizə lazım deyil. Miqdar 3250. Bu 2800, bu daha azdır. Bu da 3014, bu da daha azdır. Deməli, ən çox budur. Gəlin görək, bu hansı ölkə eləyir? Nə ilə baxacaq? Şirkətin kodu ilə əlaqələndiriblər. Bax, şirkətin kodu burada da var, burada da var. Deməli, bu cədvəllə bu cədvəli əlaqələndirən kodumuzdur. 32000. Baxın, bu hissəyə uyğun gəlir. Deməli, İST Telekom
IST Telekom. C bəndi. Yenə bu bayaqkındandır. Deyir, son ay ərzində ən çox nə qədər yalnız çıxış qurğusu gətirib. Yalnız çıxış qurğusu gətirən son ay ərzində, əsasən son ay ərzində ən çox nə qədər? Deməli, birinci ay ərzində, fraqmentdə əsasən son ay ərzində ən çox nə qədər yalnız çıxış qurğusu gətirən. Yalnız çıxış qurğularını tapaq. Monitor çıxış qurğusudur, klaviatura yox, web kamera yox. Printer çıxış qurğusudur, qrafik planşet girişdir, modem həm giriş həm çıxış, mouse giriş, proyektor çıxış 3 dənədir. İndi bizdən nə soruşurdu? Ən çox nə qədər yalnız çıxış qurğusu gətirən. Gəl baxaq, yalnız çıxış qurğusu gətirən ən çox nə qədər? Deməli, bu 2140-dır. Bu 952-dir. Bu çox deyil. 1268 bu da çox deyil. Bu nəyə gəlir? Çıxır. Görək 45. Ən çox nə qədər? Bir dəqiqə, sualı tam başa düşmədim. Ən çox nə qədər yalnız çıxış qurğusu gətirilib? Ümumi gətirilib deyir. Ən çox deyir, yalnız çıxış qurğusu gətirilib. Ən çox nə qədər? Onda biz bunun üçün də toplaya bilərik də. Axı, hamısını soruşur. Deməli, 2140, üstə gələk 952, üstə gələk 1268. 10 eləyir bir yadda. 9 bir də yadda 10, 16 bir yadda. 10 12, bir də yadda 13, bir yadda 3, bir də yadda 4360 ən çox, yəni çıxış qurğusu bunlardır. 8 nə oldu? B bəndi. Aha, doğru. Aparat qurğuları adlı verilən bazasının giriş qurğusu, çıxış qurğusu, daxili yaddaş, xarici yaddaş, qiymət və sayı adlı sahələr var. Əgər cədvəldə axtarış qiyməti 215 AZN və ya sayı 65 sorğuna əsasən hansısa bir kulla siyahısı əks olunacaq. Gəlin baxaq. Bizə yəni bunlar var, amma bizə nə lazımdır? Qiyməti 215-dən yuxarı və bərabər olmalıdır. Yəni kiçik olmamalıdır. Deməli 215-dən kiçik olmamalıdır. Kiçik deyir burada. Deməli bu deyil. Qiyməti 215-dən böyük olmayan, xeyr, böyük olmalıdır. 215-dən kiçik olmayan bu düz gəlir, or olduğu üçün və ya sayı 65-dən böyük olan xeyr, sayı 65-dən kiçik olmalıdır. 65-dən kiçik olmayan və ya sayı 65-dən kiçik olanlar, bəli, burada D bəndi uyğun gəlir. Düzgün fikirləri müəyyən edin, baxaq. Yaşı ən böyük olan şəxs 115 nömrəli otaqdadır. Gəlin baxaq yaşı. Yaşı ən böyük. Mən bunu doğum tarixi ilə biləcəm. Yaşını, deməli, ən böyükdürsə, ən kiçik il olmalıdır. Deməli, 80, 95, 93, 84. Deməli, ən böyük budur. Ən böyük olan görə 115 nömrəli otaqda mı? Bax, bu iki cədvəli bir-biri ilə əlaqələndirən nədir? Otaq nömrəsi. Hə, bizə onsuz da fin kodu istəmir, otaq nömrəsi istəyir. Bəli, 115 nömrəli otaqdadır. Bu düzdür. Soyadı ilə başlayan, ilə başlayan bu var, bir də bu var. Əməkdaşlar eyni otaqdadırlar. Baxın, görə eyni otaqdadırlar mı? Bu 83-dədir, bu 83-dədir, amma Ələkbərov 105-dədir. Deməli, bu yanlışdır. Fin kodu 2P-yi, bax bunu istəyir. Bunda otaq nömrəsi 101-dir. 101-də də bax İlknur olan sətrimdir. Ən az maaş alır. Baxaq görə İlknur ən az maaş alandırmı? 450, bəli, ən az maaş alır. Deməli, bu düzdür. Gördünüz, bax, burada fin kodla əlaqələnibdir. Otaq fin kodu olan cədvəli nə ilə əlaqələndirib? Otaq nömrəsi ilə. Burada da otaq nömrəsinə gəlirəm, 101. Buradan 101-i tapıb İlknurun maaşını axtarırım. Nicat ən yüksək ikinci maaş alan şəxsdir. Baxaq Nicata. Nicat ən yüksək ikinci maaş alır. Bəli, yox, 2000 budur, 1500 budur. Ən yüksək ikinci maaş alan Kənandır. Deməli, bu yanlışdır. Fin kodu eyni olan şəxslər 83 nömrəli otaqdadır. Ümumiyyətcə, fin kod eyni ola bilməz. Yəni, hər bir kəsin fin kodu unikaldır. 1, 3. Yəni, onu axtarmağına dəyməz.
11. Verilmiş cədvələ yaş 24-dən böyük. Deyir, bu sorğu əsasında yazıların sayını, yəni bunun neçə dənə sətir bunu ödəyəcək. Yaş 24-dən böyük olanları yazaq. Yaş 24-dən böyük və bərabər. Deməli, 1, 2, 5, 6. Bax, bu şərt ödəndi və işarəmiz bilirik ki, budur. Soyad əyə bərabər olub, yəni sonu nə olur olsun. Əsas odur, başlığı ə olsun. Nə var? 1. Bununla biri qarışdırmayaq, bu vədir. Aşağıdan yazıram. 1, 3, 5, 1, 3, 5. Aha. Və olanda nəyi götürürdük? Biz və olanda, baxın, bax, bu hissəm bitdi. Və olanda ortaq olanları götürürük. Vəssalam, ayrı ortaq yox. Deməli, bunun nəticəsi nə olacaq? 1, 5. Bura getdi. Bax, bu hissəm getdi. İndi or və ya, bax, işarəm budur. Birinci bunu tapıb, sonra onu inkar eləyəcəm. Not var çünki qarşısında. Maaşı 750-dən kiçik olanları yazaq. Maaşı 750-dən kiçik olanlar 2, 3, 4, 2, 3, 4 və 7. İndi not deyir. Bax, bunu bu çıxardım. Amma not deyir axı. Not bunu inkar edir. Yəni 2, 3, 4, 7 olmasın. Deməli, hansı olacaq? 1, 2 olmaz, 3 olmaz, 4 olmaz, 5 olar, 6 olar, 7 olmaz. İndi bax, bu və ya olanda nə ayırırdıq? Və ya olanda hamısını götürürük. Yəni, bax, bunlardan 2 dənə 1 varsa, bir dənə 1 götürürəm. 2 dənə 5 varsa, bir dənə 5 götürürəm. Burada olmayanı da əlavə edirəm. 1, 5, 6. Neçə dənə yazı ödədi? 3 dənə yazı ödədi. 1, 5, 6, 11 C bəndi. Yenə belə bir şey verilibdir. 3 qiymət və ya 4 qiymət olan onun isimlərin siyahısına. Aha. Deməli, bizdən nə deyir? Soyad, ad, doğum tarixi, sinif, qiymət, bal sahələrinə malik cədvəldir. Amma bizdən hansını istəyir çıxarmağımızı? 2006-cı ildə doğulan, deməli, doğum tarixi 2006-ya bərabər olmalıdır. Bax, bu uyğun gəlir, bu da uyğun gəlir. Hələ ki, bax, bu görsənmi, böyük bərabər deyir. Bu uyğun gəlmir, bu da uyğun gəlir. Aha. Əgər vergül qoyub 3 yazırsa, deməli burada və var. Yəni və ya demir, və var. Yəni bu da olsun, bu da olsun. 3 və ya 4 qiymət olsun. Deməli qiymət 3 və ya 4. 3 və 4 ola bilər. 3 və 4 yox, 3 və ya 4 olmalıdır. 3 və ya 4 ola bilər. Bu da uyğun gəlir. Qiymət 3 və ya 4. Bu da uyğun gəlir. 3-dən böyük yox. 5-də burada olacaq axı. Ona görə bu uyğun gəlmədi. Deməli, bu və bu qaldı. Bu da getdi. İkisindən biridir. Bütün 11-ci siniflər. Deməli, sinif 11-ə bərabər olmalıdır. Bax, burada və ya var. Və yanı götürənlərəm axı. Baxın, görürsünüz, burada və ya 11-ci sinifdə oxuyanlar demir. Eləcə ard-arda deyir ki, 2006-cı il olsun, 3 və ya 4 alsın, bütün 11-ci siniflər olsun. Deməli, bax, bu şərtin hamısı ödənməlidir. Ona görə bu və olmalıdır. Deməli, B bəndi uyğun gəlir. Düzgün fikirləri müəyyən edək. Bax, 3 dənə bir-biri ilə əlaqəli cədvəl var. Necə əlaqələnib? Bax, deməli, bir dəqiqə. Aha.
İxtisas kodu 379 olan şəxs anında kompüter mühəndisliyi ixtisasını oxuyur. Baxaq görək. İxtisas kodu 379. Deməli, bax, budur. Görək, bu şəxs kompüter mühəndisliyi mi oxuyur? Bəli, kompüter mühəndisliyi oxuyur. Amma görək, banımda mı oxuyur? Bunu necə əlaqələndirəcək? Baxaq, bax, universitet buradadır. Bu universitet kodudur. Amma mənə ixtisas kodunu verib. Onda mən İxtisas kodunla gəlib bura keçəcəm. İxtisas kodu 379. Buradan universitet koduna baxacam. 379. Gəlib burada da universitet kodunla tapacam. Bəli, baxın, banımda oxuyur. Deməli, birinci doğrudur. Keçdik ikinciyə. Universitet kodu 221 olan. Universitet kodu 221 olan buradır. Deməli, bizdə universitet kodu və ixtisas kodları eynidir. Ona görə əlaqələndirmək daha rahat olacaq. Universitet kodu 221 olan şəxs oğlandır. Baxaq görək oğlandırmı? Xeyr, Quliyeva Aydan yazıb. Deməli, bu yanlışdır. Heç artmaqla ehtiyac yoxdur. İxtisas şifrəsi bu olan şəxs ADA-da süni intellekt və robot texnik ixtisasını oxuyur. Birinci ixtisas şifrəsinə baxaq. İxtisas şifrəsi buradadır. Deməli, 050 035 60. Deməli, bax, budur. İxtisas kodu 385-dir. Kompüter elmləri. Bu nə deyir? Adada süni intellekt və robot texnikası. Bu səhvdir. Abituriyent kodu 5644. Abituriyent kodu buradır. 564412. Oğlandır deyir. Baxaq görək. Bəli, Kərəm oğlandır. Və Bakı Dövlət Universitetində informasiya təhlükəsizliyi oxuyur. Gəlin, ixtisas koduna, universitet koduna baxaq. 654. Buradan baxaq, 654 Bakı Dövlət Universiteti yazıb. Hələ ki, doğrudur. Bir də informasiya təhlükəsizliyi deyir. Bu da ixtisas kodu ilə baxaq görək. İnformasiya təhlükəsizliyi, bu da doğrudur. Deməli, bu doğrudur. 1-4 doğrudur. Burada başqa variant yoxdur. Deməli, elə 1-4, heç 5-ə baxmağa ehtiyac yoxdur. Doğru olan mülahizəni müəyyən edin. Əhmədov Yusif UFAZ-da informasiya texnologiyaları ixtisasında oxuyur. Əhmədov Yusifə baxaq. Əhmədov Yusif. Deməli, buradır. UFAZ-da mı oxuyur? Baxaq, universitet kodu 155 olan UFAZ-da oxuyur. Bəli, bu hələ ki doğrudur. Və informasiya texnologiyaları deyir. Baxaq, görək. İxtisas kodu 155 olan informasiya texnologiyalarıdır. Xeyr, görürsünüz, robot texnikadır. Deməli, bu yanlışdır. ADPU Dövlət Pedaqoji Universitetin kompüter mühəndisliyi ixtisasında təhsil alan oğlandır. Baxaq, ADPU 221, görək 221-də olan oğlandırmı? Xeyr, Aydandır. Bu da səhvdir. Abituriyent kodu 9845. 9845 burada var. Aha. Görək nə stiliz. Adı da oxuyur deyir. Baxaq, görək 385 adadırmı? Hələ ki doğrudur. Sonra nə deyir? Kompüter elmləri. Baxaq, 385 kompüter elmləridir. Bəli, doğrudur. Deməli, burada C bəndi uyğun gəlir. Düz tapdıq. Kompüter elmləri. Aha. 14C. Yazmışım 14-də. Bir dəqiqə baxaq, görək nəyi səhv dedik. Abituriyent kodu 984520 olan Ada Universitetində oxuyur. Kompüter elmləri oxuyan şəxsdir. 385 Ada Universitetində oxuyur. 385 kompüter elmləri. Düz gəlir axı. Buna da baxaq görək. İxtisas şifrəsi. Ola bilər ki, burada iki variant uyğun gəlir. İxtisas şifrəsi 03. İxtisas şifrəsi 03 olan buradır. 77 421. Aha. Bakı Dövlət Universitetində oxuyur. 654 ilə baxaq görək. Bəli, Bakı Dövlətdə oxuyur. Və informasiya təhlükəsizliyi ixtisasında oxuyur. Baxaq görək. Deməli, 654 informasiya təhlükəsizliyi, bu da doğrudur. Deməli, D də doğrudur. Ola bilər burada nəsə gözümüzdən qaçır. 98, 45, 20 olan adada kompüter elmləri oxuyan şəxsdir. Adadadır. 385 adadadır. Və
385 kompüter elmləri. İkisi də düz gəlir. Aha. Verilənlər bazasında fraqmentə əsasən düzgün fikirləri müəyyən edin. Burada da səhv edirəmsə yanlışlıq olmalıydı. Bir dənə baxaq. SEO mütəxəssisi ən az maaş alan və ən az iş təcrübəsinə malikdir. Baxaq SEO. SEO mütəxəssisi ən az maaş alan. Maaş 1620-dir. Xeyr, ən az maaş almır. Görürsünüz, burada 1520 olan ən az maaş alan var. Ən az maaş alan və ən az iş təcrübəsi olan bu səhvdir. Ən çox maaş alan 2 şəxs var və mühasib vəzifəsində çalışır. Ən çox maaş alan 2 şəxs, maaşı ən çox olan budur və budur. Görürsünüz, bircə dənə mühasib var. Yəni 2 dənə mühasib yoxdur. Bu da yanlışdır. Soyadı ə ilə başlayan bütün şəxslər eyni vəzifədə çalışırlar. Baxaq, deməli, eyni vəzifədə çalışan nə var ki, burada hamısı fərqli-fərqlidir. Mütəxəssis, məsləhətçi, mühasib, adi mütəxəssis. Yəni burada eyni olan bir vəzifə yoxdur. İşçi kodu 253104. 253104. Aha, bunu deyir Hacıyeva Gülnarə. İş təcrübəsi 8 il olub. Baxaq, iş təcrübəsi 8 ildir, düzdür. IT mütəxəssisi vəzifəsində çalışır. Vəzifə, bunu necə tapacaq? Vəzifə kodu ilə. Deməli, 0603. 0603, baxın, IT vəzifəsində bəli çalışır. 4 doğrudur. Burada 4 ilə doğru olan 1, 4 və 2, 4 var. İkisi də yanlışdır. Ona görə burada doğru cavab bircə dənə mənə görə 4'dür. Ən çox təcrübəsinə malik kişi cinsindədir. Baxaq, ən çox təcrübə olan 17 il Ərşəd. Bəli, kişi cinsi yox. 22 Vasibdir. Kişi cinsidir. Bəli. Ən çox maaş alır. Vasib, baxaq görək. Ən çox maaşı vəzifə kodu ilə tapacaq. Vəzifə kodu 0945. Xeyr, ən çox maaş almır. Deməli, bu da yanlışdır. İşçilər cədvəlində saat 10:00 ilə 17:00 arasında olanları seçmək üçün necə sorğu tərtib etmək lazımdır? Cədvəlində saat 10:00. Deməli, saat 10:00 ilə 17:00 arasında. Deməli, həm 10-dan nə olmalıdır? Böyük, 17-dən kiçik. 10-dan böyük, 17-dən kiçik D bəndi uyğun gəlir. Burada 16 D bəndi. Yəni, arasında dediyi üçün özlərini götürmürük. Arasında deyir axı, ona görə. İş təcrübəsi sayəsində azalma sırası ilə çeşidləmə, nizamlanma aparıldıqda ayda neçənci sətirdə olacaq? İş təcrübəsi sahəsində. İş təcrübəsi sahəsində azalma. Azalma. Deməli, böyükdən kiçiyə düzək. Birinci olacaq bu. Bizdən kimi soruşur? Aydan. Birinci oldu Vasib. İkinci oldu Əsəd. Üçüncü Kənan. Dördüncü Kərəm. Sonra aydan gəldi. Beşinci. Deməli, 17C. Cədvəldə soyadı ə ilə başlayıb, yaşı 25-dən böyük. Deməli, soyad ə ilə başlamalıdır. Baxın, bu ə ilə bitir. Deməli, bax, bunlar uyğun gəlir. Hələ ki, yaşı 25-dən böyük olmayan. Burada or ola bilməz. Çünki or demir axı, bununla başlayıb yaşı da bu olsun deyir. Ona görə burada oru götürə bilmərik. Deməli, soyadı ə, ənd. Yaşı 25-dən böyük olmayan. Yəni, yaşı 25-dən kiçik və ya bərabər. Bu uyğun gəlir. Hələ ki, bax, bu ola bilməz. Böyük göstərir burada. Bu da ola bilər, amma kiçik bərabəri götürmür. Sadəcə kiçiyi götürür. Elə burada C bəndi uyğun gələcək. Böyük. Onun ixtisası informatika. Baxın, ənd olmalıdır hamısında. Çünki və ya sözü yoxdur. Ona görə C bəndi uyğun gəlir. Verilənlər bazası cədvəlində adı A hərfi ilə başlayan, bax, bu ola bilməz. Bunlar ola bilər. Və ya dediyi üçün or soyad, deməli, əndi çıxardacaq.
Soyadı li ilə bitməlidir. Li ilə bitir hamısının soyadı. Amma baxın burada li ilə başlayır. Görürsünüz? Bu da ola bilməz. Deməli, bu onsuz da olan. Qaldı C və Y. Li ilə bitən. Burada da li ilə başlayır. Deməli, Y uyğun gəlir 19-a. Və yaşı 45-dən böyük olmayan, bəli, və yaşı 45-dən böyük olmayan, kiçik bərabər deməkdir. Verilənlər bazasındakı cədvəl, bax, necə kiçik olmayan, böyük olmayan, bu belədir də, not, bir sanki burada böyük işarəsini danır. Bu da olur kiçik bərabər. Bir sanki böyük işarəsinin üzərində belə not işarəsi var. Aşağıdakı sorğu tətbiq edilərsə neçə yazı əks olunacaq? İş təcrübəsi 13-dən, bax, birinci bu hissəni həll edəcəm. İş təcrübəsi 13-dən böyük bərabər. Baxaq, iş təcrübəsi 13-dən böyük bərabər. Hansılar var? 1, böyük və bərabər götürür deyə 3, 5, 7. 5, 7. İfsi 13-dən böyükdülər bunlar və bərabər də var. Daha qalanı kiçikdir. Or dediyi üçün və ya işarəmi qoydum. Soyad ə ilə başlayanları seçib, sonra not danacam onu. Soyadı ə ilə başlayanları seçək. 1, 3, 5 və 7. Mənə deyir ki, not, yəni not, bunu götürmə. Deməli, 1, 3, 5, 7-ni götürməyəcəm. Nəyə götürəcəm? 2-ni, 4-ü, 6-nı və 8-i. İstiyor. Bax, bunu tapdım, inkar etdim, olmayanları götürdüm. Və ya nə idi? Olmayanları birləşdirmək. Yəni, 1, burada olmayan burada var. 2, burada olmayan burada var. 3, 4, 5, 6, 7, 8. Hamısını götürdük. Bax, bu hissə mənə onu dedi. Keçdik bura. And. And nədir? Ortaq. Yəni ki, yalnızca və vurmadır. Yalnızca ortaq olanları götürəcək. Maaşı 1200-dən böyük olanlar. Maaşı 1200-dən böyük olanları yazaq. 1200-dən böyük 5 var. 1200-dən böyük 5 var. Və 7 var. Və nə idi? Ortaq olanları götür. 5, 7. Vəssalam. Cavabım 5, 7. İndi məndən nə istəyir? Neçə yazı əks olunacaq? 2 dənə yazı əks olunacaq. 5 ilə, bax, bu və bu əks olunacaq. Vəssalam. 20 D bəndi. Düzgün fikirləri müəyyən edin. İnformatika sahəsi üzrə azalma ardıcıllığı ilə sorğu versək, Kərəm üçüncü sətirdə olacaq. Azalma deyirsə, böyükdən kiçiyə düzək, görək Kərəm neçənci sırada olacaq. Böyükdə birinci budur. İkinci Aydandır. Üçüncü İlknurdur. Görürsünüz, üçüncü sətirdə olmadı ki. Deməli, bu yanlışdır. Riyaziyyat sahəsi üzrə azalma ardıcıllığı ilə sorğu versək, İlknur 6-ya düşəcək. Baxaq, azalma deyirsə, böyükdən başlayırıq. Böyük birinci budur. Əsəd. Yox, böyük birinci kimdir? Gülnarə. İkinci Əsəd. Üçüncü Kərəm. Dördüncü Kənan. Beşinci Aydan. Altıncı İlknur. Bu ödədi mi? Bəli, ödədi. 6-da oldu İlknur. Deməli, 2 olacaq. Baxın, 1 olanları sildim. 2 olacaq. Bax, mən 4-ü yoxlasam, mənə yetərlidir əslində. Heç 3-ü yoxlamaya ehtiyac yoxdur. İnformatika sahəsi üzrə artma ardıcıllığı ilə sorğu versək, Əsəd 3-cü olacaq. Baxaq, görək, artma. Bayaq azalma verdik. İndi isə informatika üzrə azalma verdi. İndi isə artma deyir. Artma nədir? Artma kiçikdən böyüyə düzəcəm. Baxaq, ən kiçik hansıdır? 10-dur. Bu 1. Mənə nə deyir? Əsəd 3-cü olsun deyir. Bu 1. İkinci Vasif. Üçüncü Əsəd. Baxın, 2, 4 uyğun gəldi. Deməli, D bəndi olacaq. 21 D bəndi.
Yəni heç digərlərini yoxlamağa ehtiyac olmadı. Verilənlər bazasının soyad, doğum ili, sinif qiymət sahələrinə malik hər hansı cədvəldə 1992-ci il təvəllüdlü, deməli, təvəllüdü, doğum tarixi 1992 olacaq, doğum ili 1992 və ya olmadığı üçün burada və işarəsi olmalıdır. Baxın, və ya getdi. Yəni, doğum ilini nə ilənsə və ya ilə birləşdirə bilmərik. Doğum ili və var burada. Hələ ki, bu qalır. Burada da və var. Deməli, 2 variantım getdi. 4 və ya 5 qiymət. Deməli, 4 və ya 5 qiymət bax, bərabərdir, 4 ola bilməz. Bu da getdi. 4 və böyük ola bilər hələ ki, çünki 4-dən böyük qiymətin 5 olacaqdır. Ayrı başqa qiymətimiz yoxdur ki. 4-dən böyük, amma 4-ü götürmür burada. Görürsünüz, ona görə bu da olmayacaqdır. 10-cu sinif şagirdlərinin siyahısı və sinif 10 olmalıdır. 10-cu sinif. Sinif 10. Baxın, budur C bəndi. Kitabxanalar adlı verilənlər bazasında kitab adı, informatika və informasiya və nəşr ili 2005-ci ildən kiçik olmayan kitablar axtarılması üçün neçə bir sorğu tətbiq etmək olar. Deməli, kitab adı informatika, elə hamısı burada informatika deməkdir. Kitab adı informatika, hələ ki hamısı uyğun gəlir və informasiya, ardını yəni yazmıyıq da. Kitab adı informatika və informasiya, ulduz o deməkdir ki, ardı da var. Və, deməli, or ola bilməz, və var burada. Orlar getdi, bunlardan biridir. Nəşr ili 2005-ci il olmalıdır. 2005-ci ildən kiçik olmayan, 2005-ci ildən kiçik olan deyir burada, ola bilməz, onsuz da or idi. 2005-ci ildən kiçik və bərabər deyir. Kiçik olmayan böyük bərabər olmalıdır. C uyğun gəlir. Burada da sadəcə böyüyü götürübdür. Kiçiyi, yəni bərabəri də götürə bilərik biz. Kiçik olmayan deyirsə, yəni onda deyərdi böyük olsun da. Əgər kiçik olmayan deyirsə, deməli biz bərabəri də götürə bilərik. Saat 12:00-a qədər və ya or olmalıdır, and olmamalıdır. 12:00-a qədər, yəni saat 12:00-dan böyük olmamalıdır. Kiçik, daha doğrusu elə bir, bəli, 12:00-dan böyük olmamalıdır. 12:00-a qədər. Kiçik olub 12:00-da bitməlidir. Və ya or 18:00-dan sonra. Deməli, bax, burada kiçik deyir. Amma bizə deyir ki, 18:00-dan sonra. Deməli, bir 12:00-a qədər, bir də 18-dən sonranı götürə bilərik biz. Yəni, 18-dən böyük olanı. Yaşı 25 ilə 30 arasında deyirsə, 25, yaş 25-dən böyük, 30-dan kiçik olmalıdır. 25-dən böyük, 30-dan kiçik. Aha, Y bəndi uyğun gəlir. 25-dən böyük, 30-dan kiçik, 25 Y bəndi. Əlaqələndirilmiş cədvəllər verilmişdir. Bu cədvəllərə əsasən neçə tələbə Gündüz Mirzəbəylinin dərslərində iştirak edəcək? Baxaq, Gündüz Mirzəbəylinin birinci koduna baxaq, görək kimlər iştirak edə biləcək. Gündüz Mirzəbəylinin kodu, deməli, 1002 və həm informatika keçir, həm riyaziyyat keçir. Ona görə 1002 və 1007 onun kodudur. Bizdən onun nəyini soruşur? Dərslərində iştirak edə bilər. Demir, sırf riyaziyyat və yaxud da informatika. Hər ikisində iştirak edənlərin cəmini tapacaq. Deməli, 1002-yə birinci baxaq. 1002 ilə kim gəlibdir? Bax, bu gəlib 1. Burada. Aha, 1. Sonra 1002-yə kim gəlib? 2. Sonra 1002-yə bax, bu gəlib. Deməli, 3 dənə. Amma ola bilər ki, eyni uşaq həm riyaziyyata gedib, həm informatikaya gedib. Onu fərqli-fərqli say deyə bilmərik. Çünki iştirak edəcək şəxsi sadəcə soruşur. Yəni, kimlər iştirak edəcəkdir? Yəni, ola bilər ki, eyni uşaq 2 fəndə də iştirak etsin. Baxaq, onuna görə bunları müqayisə edəcək. 1007, 1007, 1007. Başqa var? 1007, 1007, 1007. İndi baxaq, görək bunlar fərqli-fərqlidirlərmi? 18 ilə bitən var bunlar arasında. Yoxdur. Deməli, bu başqa bir insandır, bir dənə.
Keçdik buna. 12, 1, 1, 1, 2. 12, 1, 1, 1, 2. Bax, bu ikisi də eyni uşaqdır. Ona görə bunu bir dənə götürəcəm. Eyni uşaqdır axı. Mən bunu fərqli-fərqli götürə bilmərəm. Baxaq buna. 1, 1, 1 də yoxdur burada. Bu da bir uşaqdır. Amma 12, 1, 1, 1, 7 bu ikisi eyni uşaqdır. Ona görə bunu da 1 götürəcəm. Çünki eyni uşaqdır. 1, 2, 3, 4 dənə uşaq götürə bilərik. 4 şagird. Deməli, 26-da nə bənd oldu? D bəndi. Müsabiqədə iştirakı haqqında verilənlər bazasının cədvəllərdən fraqment vermişdir. Neçə ölkənin nümayəndəsi Mozartın əsərini ifadə edir. Mozartın əsərini ifadə edən neçə ölkənin nümayəndəsini istəyir. Birinci, müəllif Mozart olanlara baxaq. İştirakçılar Alberg, Mozart, Silin, Helevo, Çilesko, Yaşvili. Baxaq görək bunlar neçə ölkə, yəni fərqli-fərqli ölkələr olsa 1, 2, 3, 4, 1, 2, 3, 4, 5 dənədir. Amma eyni ölkələ biz 2 dənə ölkə götürə bilmərik. Baxaq görək Albrecht haralıdır? Albrecht. Almanya bu bir ölkə. Silin yenə Almanya. Bax bunu mən 2 dənə ölkəni deyə bilərəmmi fərqli-fərqli ölkədir? Xeyr, bunların ikisini bir ölkə götürəcəm. Deməli, Helevo, Rusiya, Çislenko, Ukrayna, fərqli ölkədir. Yaşvili də, yəqin ki, Gürcüstan olar Yaşvili. Deməli, 1, 2, 3, 4 ölkə olacaq debəndi. 27-dir. Necə ki, bayaqlar uşaqlar, eyni uşaqları bir dənə götürdük. Burada da eyni ölkəni olanı, fərqli ölkələri istəyir bizdən. Ona görə bir götür. Soyad, doğum ili, gəlir sayəsində malikdir. Doğum ili 1958-dən böyük olmalıdır və gəliri 3500-dən kiçik olmalıdır. Gəliri 3500-dən az, bəli, 3500-dən az və ya deyir, xeyr, və olmalıdır. 3500-dən az və doğum ili 1958 və ondan sonra olsun. Xeyr, 1958-i istəmir. Görürsünüz, böyük olmalıdır. Deməli, bunlar deyil. 3500-dən az və doğum ili 1958 olsun. Xeyr, bərabər işarəsi yoxdur. Az və doğum 1959 və ondan sonra. Bəli, 1958-dən sonra 1959 və ondan sonrası ola bilər. Az olmayan deyil, xeyr, bu böyük bərabər işarəsi olmaq deməkdir. Bu da deyil. Deməlidir. Bal cədvəli verilənlər bazası təqdim olunmuşdur. Verilənlərin azalmaya görə nizamlanması nəticəsində Aysel adlı tələbə haqqında yazı, rekord yazı deməkdir. İki sətr aşağı, yəni 4-cü. Deməli, Ayselin 4-cü olduğu sahəni istəyir. Deyir ki, hansı hissəyə azalmaya görə nizamlanıbdır ki, Aysel 4-ə düşüb. Gəlin, birinci məntiqi baxaq. Məntiq azalmaya görə sıralansa görək Aysel 4-ə düşürmü? Deməli, azalmaya görə deyir. Yəni, descending. Azalma deyirsə, böyükdən başlayıram. Birinci Günay, ikinci Aysel. Baxın, Aysel ikinci oldu. Yəni, 4-cü olmadı. Bu deyil. Keçdik informatikaya. Azalma deyirsə, böyük keçirik. Birinci Ayseldir. Bu da deyil. 4-cü olmadı. Xarici dil birinci olacaq Günay, ikinci olacaq Rəşad, üçüncü olacaq Cavid, 4-cü olacaq Aysel. Bax, budur. Aysel 2-də idi, oldu 4-də. Baxın, burada 2-dədir, oldu 4-də. Deməli, nə oldu? Daha doğrusu, yəni 2 sətr aşağı düşdü də, bu mənada deyirəm. Yoxsa burada ikinci deyil. Deməli, xarici dilə görə azalma sırası ilə nizamlananda 2 sətr aşağı düşür. Doğum ili 1958-dən kiçik və bərabər. Deməli, 1958, 1957, 1955, bax, bunları nəzərdə tutur. Və gəlir 1500-dən kiçik, yəni 1300, 1400 bunu istəyir. Gəlirləri 1500-dən az, bəli, və ya deyir. Və ya var, burada xeyr, bu deyil.
1500-dən az və doğum ili 1957 və ondan sonra. Axı 1958-i götürüb, burada bərabər işarəsi var. Bu da deyil. 1500-dən az və doğum ili 1957 olsun. Təkcə 1957-ni istəmir axı. 1958-i də istəyir və ondan kiçikləri istəyir. Az və doğum ili 1958 və ondan əvvəl. Əvvəl deyirsə, bəli, kiçiyi nəzərdə tutur. 30. Deməli, 30-da D bəndi olacaq. Meyvələr adlı verilir bazası verilmişdir. Bu bazanın hansı nömrəli yazıları aşağıdakı soruya cavab verir? Kivi 62 olsun. Baxaq, kivi 62. Deməli, burada yazacağım 3. Or və ya banan 54-dən böyük olanlar 1, 4. Və ya olanda nə olur? Birləşib 1, 3, 4. Bura 1, 3, 4'ü verdi mənə. And işarəm budur. Aşağıdan yazacağım. Notu saxlayıram. Birinci bax mötərizənin içini həll edirəm. Sonra notu eləyəcəm. Ananas 40-dan kiçik. 40-dan kiçik 1 var. Ayrı heç bir şey yoxdur. Not dediyi üçün 1'i götürmürəm, digərlərini götürürəm. 2, 3, 4. Vədirsə nə olacaq? Və ortaq olanları götürür. Deməli, cavab 3, 4 olacaq. D bəndi 31, D bəndi. Kompüter salonu verilənlər bazası modeli verilmişdir. Cədvəli miqdar sahəsinə görə artma, miqdarda artma ardıcıllığı ilə düzsək skaneri neçənci sırada olacaq? Artma deyirsə kiçikdən böyüyə düzəcəm. 1, printer. İkinci, skaner. Deməli, skaner ikinci olacaqdır. Artmaya görə düzülərsə 32 D bəndi olacaq. Yenə bu da mənim, deməli, bunu istəyirəm kəsəm, biraz uzun gəldi mənə. Məntiq hissəm birinci yerinə yetirəcəm. Sonra ora baxacam. Məntiq 35-dən böyük. 1. Bax, bərabəri istəmir. Sadəcə böyükləri istəyir. 4. 6. 1. 4. 6 və 34-dən böyük. 35-dən böyük istəyirsə bunları götürməyəcəm. Vəsə. İndi mənə or deyir. Or. Notu saxlayıram, çünki burada mənim nəyim var? Mötərizəm var. Birinci bunu yerinə yetirirəm, notu saxlayıram. Hələ informatika 20-dən böyük. İnformatika 20-dən böyük. 2, 6 və 7. İndi mənim qarşıda not var. Not varsa nə edir? Bunu silir, bu olmayanı götürür. Yəni 2'ni götürməyəcək, 1'i götürəcək. 3'ü götürəcək, 4'ü, 5'i, artıq 6 və 7'ni götürməyəcək. Bu bitdi. İndi burada mötərizə bitib, or var burada. İndi gəlin bunu həll edək. Düzdür, and varsa birinci bilirik ki, and olur. Amma burada mötərizə içərisində olduğu üçün mən bunun içini yerinə yetirməliyəm. Deməli, or olanda nə edir? Birləşdirir. 1, 3, 4, 5, 6. Aha. İndi və var. Və. Gəlin bunu birləşdirək. Aşağıda yazacağım. Xarici dil 20'dən böyük və xarici dil 20'dən böyük və bərabər. 23. Yəni 2, 7. Baxın, görün, burada vədirsə ortaq olanı götürürəm. Ortaq olan var. Nə 2 var, nə 7 var. Deməli, heç bir yazı əks olunmayacaq. A bəndi. 33 A bəndi. Bu cədvəl hansı sorğunun nəticəsi ola bilər? Baxaq. Hamısını ödəməlidir. Ad N ilə başlamalıdır. Hamısında başlayır və maaş 500-dən kiçik olmalıdır. Bax, burada maaş 500-dən kiçik desə bu çıxmayacaq axı. Bu 500-dən, daha doğrusu bu çıxacaq, amma bu çıxmayacaq. Çünki bu 500-ə bərabərdir. Bu çıxmayacaq. Amma çıxıb axı. Deməli, bu deyil. Yəni, görsənməməlidir bunlar. Soyad Q ilə. Yəni, soyadında Q olmalıdır. Yox, Q sadəcə olmalıdır deyir.
Yəni bunun başında və ayağında ulduz yoxdur. Deməli biz bunu götürə bilmərik. Sadəcə q var. Ad n ilə başlamalıdır, ödəyir və maaş 400-dən böyük. Bəli, hamısı 400-dən böyükdür. Baxın, burada bu şərt ödənərsə, yəni bu öz yazı yazılarsa sorğuda bu cədvəl çıxa bilər. Bax, burada da deyir, ad n ilə bitsin. N ilə bitmir axı hamısı. Ona görə bu da düzgün deyil. Burada da soyadda sadəcə deyir ki, v ilə bitsin. Hamısı v ilə bitmir axı. Bu görsün, burada imamlı var. Ona görə bu da deyil. Bir də həm də burada maaş yoxdur. Maaş görsənməməlidir. Əgər belə bir sorğu yaradılarsa, sadəcə soyad olan cədvəl çıxacaq. Deməli, yox, əslində bunun hamısı cədvəldə kim varsa çıxacaqdır. Amma yəni yenə də bu yəni v ilə bitən sadəcə istəyir. Ona görə olmaz. Dəqiqə buydu cavabımız C. C. Maaş 400-dən böyük düzdür. Yaddaş sahəsi üzrə artma ardıcılığı. Artma deyirsə, kiçikdən böyüyə düzəcəyik. Birinci budur, ikinci budur, üçüncü budur, dördüncü budur. Nə deyir? Sahədəki verin hansı ardıcılığa düzüləcək? 3, 1, 3, 1, 2, 4, 2, 4, 3, 1, 2, 4 Y bəndi. Burada yekunlaşdırıram. Sağ olun, sağlıqla qalın.